Hədisdə Ömər ibn Xattab radiyallahu anhu buyurur ki, mən Allah Resulü sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. İnnəməl ə'məlu bin niyyət. Əməllər yalnız niyyətlərə görədir. Yəni, yalnız niyyət etdiyi qalacaqdır. Və innəmə likulli imri'in mə nəvə. Hər bir kimsəyə niyyət etdiyi var. Yəni, insana niyyət etdiyi şey ona qalacaq. Fəmən kənət hicratuhu ilallahi və rasulihi fə hicratuhu ilallahi və rasulihi. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm əvvəldə keçən cümləni açıqlayır və buyurur ki, kimin hicrəti Allah və Rasulü üçündürsə, onun hicrəti Allah və Rasulü üçündür. Və mən kənət hicrətuhu lidunya yusibuhə əv imra'atin yenkihuhə fəhicratuhu ilə mə həcərə iləyhi. Və kimin hicrəti də dünyavi bir məqsəd üçündürsə, dünyavi bir əldə edəcəyi bir dünya üçündürsə və ya evlənəcəyi qadın üçündürsə, onun hicrəti də elə onun üçündür. Hədisi İmam Buxari və Müslim rəvayət ediblər.